Salam əziz və hörmətli dostlar. İcazələrinizlə mən bir neçə dostu çağırım. Sonra biz burada başlayacağıq Sayın Oğuz bəylə fəlsəfi məsələlər üzərində danışaq. Amma ondan öncə indi bizim bir neçə dəqiqəmiz vardı, mən görürəm buradan. Bir 15-20 dəqiqə istəyirəm ki bu indiki vəziyyətin ki içindəyik, onun haqqında danışam ki biz nə etməliyik, nə etməli deyilik. Çox xülasə danışacağam ki eləyə bilək, gedək və o canlı yayında Sayın Oğuz bəy Türk cənabları ilə o fəlsəfi bəhsimizə ki, çox da bugün önəmli bir bəhs olacaqdır, onu danışaq. İcazələrinizlə mən əziz dostlar, Orta Doğu ya o şey ki Batılılar ad qoyublar Xavərmiyanə ya bizim ölkəmiz olan yer çox tarixi bir durumdan keçir. Bu bölgənin millətləri, mən İrandan danışıram, yəni İran adlanan siyasi varlığın insanlarından danışıram. Salam əziz və hörmətli dostlar, xoş gördük. Dediyim kimi saat indi 45 dəqiqə keçir bizim vaxtla, saat 1-i 45 dəqiqə keçir, bəli. 15 dəqiqədən sonra mən yüz istəyirəm görüm bu 11-i keçir, əgər iştibahi eləməsəm. Bəli, 11-i keçir 45 dəqiqə. Mən bir 15 dəqiqədən sonra Oğuz bəy Türk cənabları ilə canlı yayında olacağam. Bəhsimiz Oğuz bəylə biraz dəyişiklik olacaq. Fəlsəfi bəhslərə girişəcəyik, xəbərləri baxmayacağıq. Ondan öncə mən istədiyim tək canıma burada düşüncələrimi ərz edeyim xidmətlərinizə. Sağ ol Elçin bəy, təşəkkür edirəm. Elçin bəy, təşəkkür edirəm. Dostlar, Orta Doğu, o şey ki Batılılar deyirlər Orta Doğu. Batılılar buradan oturublar, Kanadadan, Amerikadan, İngilistandan, Fransadan, Almandan baxırlar ora, deyirlər ora Orta Doğudur. Biz də onların dili ilə danışırıq. Yəni bizim beynimiz ya farsçı beyindir, ya batılıcı beyindir. Məsihiyyət dünyasının beyi ilə. Biz danışanda onların fəlsəfələri ilə, onların dünya görüşləri ilə özümüzə baxırıq. Özümüzə deyir Orta Doğu, Xavərmiyanə. Bu o şeydir ki, təəssüflə biz beynimiz yıxanıbdır və özümüz milli şuurumuz yoxdur. Milli şuur dostlar, sadəcə bu deyil ki, bilaq fəqət mən Türkəm ya mən Azərbaycanlıyım. Yox, bu deyil. Milli şuur odur ki, hər nə ki işlədirsən onu otomatik olaraq düşünməməkdən əsla üstündə düşünməyəsən. Şuur budur da, üstündə danışacağım bir gün. Şuur nədir? Şuur çox ayrı bir şeydir. Biz əslən fərqini düşünürdük. Şuur budur ki, insanlar bilinc-altı deyirlər ha. Yəni, nə mənə indi farsısı da yadıma gəlməyəcəkdir. Yəni, o düşüncə ki, əsla üstündə fikirləşmirsən. Hissidir, duyğudur, şuur bu deməkdir. Və bizdə o şuur olmalıdır ki, hər o bir kəlmə ki eşidirik, onu düşünmədən yox ki, o bu Azərbaycan zidlidir, bu Türk zidlidir, bu bizim deyil, bu farslarındır, bu ingilislərindir, bu onların mənafeyinə gedər. O günəcən ki, buraya yetişməmişik, ola bilər ki, məsələn, bəzi kəlmələrdə milli olaq, bəzi düşüncələrdə milli olaq, bəzilərində əsla və əbədə olmayaq. Amma indi oradan çıxaq gələk bu bəhsə, istəyirəm xülasə bunu deyəm, çünki az vaxtdan sonra buradan gedəcəyəm Oğuz bəylə xidmətinizdə olacaq. Dostlar, bizim yaşadığımız bölgədə böyük hadisələr üz verir. İran sonunda İsrail dediği ilə 300, İran dediği ilə 200, 180, üzr istəyirəm, İsrail 180-81 dedi.
İran 400 dedi. Amerika, İngilistanda dedilər ki, biz də muşəşləri vurmuşuq, yəni ora getsin. O videolar görürük ki, İsrailə düşür. Diqqət eləsəz, onlar bir tərəqqəcan işıq verirlər. Yəni deyirlər ki, bunların hərəsinin başında 250 kilo partlayıcı maddə var. Əgər 250 kilo onun içində TNT ya hər nə mənə ki var partlaya, onun ışığı dünyanı götürməlidir. Eyni halda o böyük bir, əgər düşübdür, məsələn bir pom benzinə düşübdür, bir təyyarəyə düşübdür, bir nə bilim bir bomb olan yerə düşürübdür, bir filan yerə olmuşsa, onun gərək dalısından da o çıxa göyə. Görürsünüz ki, bunların dalısından heç zət yox, hamısı bir elə bir ki düşür bir quyuya, bir dana tak və yox olur. Hər halda, hər nə deyək deməyək, bu bunu göstərir ki, İran dövləti sonunda İsraili vurdu. Nə qədər bu planlıdır, nə qədər planlı deyil, məncə önəm daşımır. Önəm budur ki, İsrail bundan nə sonuç götürəcəkdir? Avropa, Amerika bundan nə sonuç götürəcəklər? Sazman millələ aparılacaq bu qətən. Sazman millədə İran məhkum olunacaqdır %100. Çünki nə İsrail, nə Rus, nə də Çin heç birisi İranın dalısında durmaz. Durmayacaqlar da, haqları da durmasınlar. İran bir kiçik məmləkətdir, cəmiyyəti azdır, iqtisadı çox zəifdir, özdə mühasirədədir. Bu dünyada bir təsir buraxan bir şey deyil. Yəni İran yer üzündən belə silinsə, dünya iqtisadında, dünya gəlişməsində heç zadında bir təsir yoxdur. Deyəsiniz, bu olmasa dünyada bir şey, dünyada insanlar, millətlər, dövlətlər bir şey əldən verirlər. Belə bir şey yoxdur. Bu mütəəssifanə, istəyək istəməyək bu tərəfə gedir. Bu bizim üçün yaxşıdır, Güney Azərbaycan üçün. Güney Azərbaycanlılar burada nə etməlidirlər? Əgər İsrail cavab versə, bir savaşa girsə, İran da ona cavab versə, bu savaşa tərəf gedəcəkdir. Yox, İran indi baxa görə ki, yox, mənim səlahım budur ki, cavab verməyəm. İsrail vurdu da vurdu. İsrail haraları vura bilər. İsrailin ən önəmli yeri ki, vuracaqdır, 4-5 yerdir. Bir atom mərkəzlərini vura bilər. Məncə indi İsrail siyasətini dəyişdirib, rəhbərlərini vurur. Məsələn, gördük ki, Qəzzədə rəhbərləri vurdu, Lübnanda rəhbərləri vurdu. Eləyə bilər İranda da rəhbəri vursun, ya rəis cümhuru falan, bunları vursun. Nəzərimə gəlir ki, bunları vursa çox önəmlidir. Sipah Pasdaranın və Ərteşin, fərmandəhilərin, ondan sonra Padiqanların vura bilər. Muşək olan yerlər və düzələn yerləri vura bilər. Atom mərkəzləri vura bilər. Palayışgahları vura bilər. Bərq mərkəzlərin, o şey ki, nirugah deyirlər İranda, onları vura bilər. Nəft quyularını vura bilər. Ehtimalən vurmayarlar nəft quyuları çünki lazım olacaqdır sonra. Beləsi. Bu, əgər İran vurulsa, savaşa girirsə nə olar? İran savaşa girirsə, dostlar, Azərbaycanlılar, biz indidən gərək bunu düşünək. Biz, türklər, uşaqlarımızı qoymamalıyıq İran yolunda və Fars yolunda ölələr. Bu bir. Əgər qərardır onlar ölələr, yəni bizim balalarımız, qardaşlarımız qərardır əgər İranın ərteşində, Sipah Pasdaranında ölələr İsraillə savaşda, niyə İsraillə savaşda ölsünlər? Hamısı gərək silahlarını götürələr, qaçalar Azərbaycanın xilası, istiqlalı, azadlığı yolunda savaşalar. Yox, əgər savaşma lağəl silahlarını gərək götürərlər, gələrlər, amma İran üstündə savaşmayırlar, İran üstündə ölməyərlər. Bu bizim önərimizdir. Güney Azərbaycanlılara və İranda yaşayan türklərin hamısına, ərəblərə, bəluçlara, türkəmənlərə, qəşqaylara, lorlara, ciyləşə, mazənlərə, kürdlərə ki, İranın ordusundan qaçın, silahlarınızı öz-özündən götürün, millətinizin istiqlalı üçün savaşa çıxın. Bizim istəyimiz budur. Sizlərdən istəyirəm ki, xahiş edirəm, yəni, tamam orduda olan insanlarınıza bunları deyin. Fərq eləməz ki, sərbazdır, sifr sərbazdır, yoxsa dərəcədardır, yoxsa əfsərdir, yoxsa generaldır. Bizim generallarımız İran ərteşindən, İran Sipah Pasdaranından qopmalı, öz millətimizə görə qeydməlidirlər, silahlanmalıdırlar. Silahları bizim millətimizin nəfinə, mənfəətinə çevirməlidirlər. Bu mənim sözümün yap belə canı sıxsaq budur ki, bir dava düşsə İran-İsrail arasında Güney Azərbaycanlılar
bir tarixi fürsət gəlir qabaqlarına. Bu tarixi fürsətdən faydalanıb istiqlal üçün savaşmalıdırlar. Yəni, əgər İran xarici bir güclə savaşır, baxın dostlar, zəifləyəcəkdir. İran zəifləyəcəkdir. İranın 2 dana mərkəzi, 2 dana bölgəsi İrandan ayrılmalıdır. Ən azı 2 bölgə. Bəlkə 3 bölgə ola bilər, bəlkə 4 bölgə ola bilər. Əgər İran savaşa girsə, Avropa, Amerika, İsraildən himayətdə bir iş görəcəklər. Budur ki, əvvəl dediyim İranı mümkündür ki, istəyərlər. Əgər istəyərlər, bütün saxlayırlar. Yəni, Avropanın siyasəti, Amerikanın siyasəti orada bəlli olacaq. Ya İran istəyəcəklər, bütün saxlayırlar, gələcəkdə, ya da deyəcəklər, yox, İran bölünsün. Əgər istəsələr, İran bütün saxlasın, onda palayışgahlarını vuracaqlar, zərratxanaların, yəni silahların ambarlarını vuracaqlar, atom mərkəzlərini vuracaqlar, ordunu, sipah-pasların, padqanlarını vuracaqlar, zağələrini vuracaqlar, dağların altında gizlətdikləri, hər nə ki vardı onları vuracaqlar, bərq mərkəzlərini vuracaqlar, bəzi körpüləri vuracaqlar, önəmli körpüləri vuracaqlar, petroşimini vuracaqlar, palayışgahları vuracaqlar. Yəni, İran gücü şey olsun, aradan geçsin və içəridə çox bir yoxsuzluq heç də tapılmasın əslində. Bərqi olmasa, baxın görün ki, fərzinin bərqi yoxdur. Tamam bu apartmanlar ki vardı, hamısı işdən düşər. Bimaristanlar işdən düşər. Bimaristanlar bir müddət işlərlər, jenerator falan vardı, amma apartmanlar işdən düşər. Benzin olmayandan sonra təbii ki, apartmanların hətta motorları da olsa dərdə dəyməz. Və evlərin qiyməti çox əcib gedərək şayə. Amma dostlar, mənim bir ayrı sözüm də var, o da budur ki, Azərbaycanlılar Tehrandan və bəzi şəhərlərdən, o yerlər ki, xüsusən onlarda silah var, padqan var, onlardan köçün gedin kətlərə. Hər kətdə hər kəsin bir evi vardı, eşiyi vardı, tikiblər, hazırdılar. Şükür olsun, Güney Azərbaycanlılar 2011-dən, 12-dən bu yüzə qeydiblər kətlərində evlər, eşikdə tikiblər. Bu günə lazımdır, bu günləri canınızı qorumaq üçün gedin, onlarda yaşayın və qoymayın bombaran olsa, onlar sizə zərər versin. Canınıza, malınıza, evladınıza və ruhunuza. Çünki bəzən adam ölmür, amma o bombun səsi, o partlayışı, o qorxu insanların ömür boyu üstündə qalır. Onları eləməkdən ötürü dostlar sizdən xahiş edəcəm ki, canınıza da diqqət edin. İkinci senaryo bu olar ki, istəyərlər İran bölünmağına mail olalar. Onda nə edəcəklər? Onda gələcəklər bir Əl-Əhvaz, bir Azərbaycan, bir də ehtimalən Kürdistan. Ehtimalən. Bunların üstündə işləyəcəklər. Niyə indi bu 3 dənədir? Buna görə ki, Əl-Əhvaz həm ərəblərin himayətini qazanacaqdır, mali, siyasi və həm də ora əslində nəftin, qazın mərkəzidir, petroşiminin mərkəzidir və su, İran adlanan sipah-pasdaranın, ərteşin silahlarının suya yolu oradandır. Yəni o bölgədəndir. Bəluçistan və oradan. Bu bölgəni ehtimalən gətirəcəklər, İranın əlindən çıxacaqlar, bir yarı müstəqil ya bütün müstəqil eləyəcəklər. Deyəcəklər, İran bura girə bilməz. Əgər buradan da nəft qərar ola, satıla, İrana verirlər, onları biz satacağıq, biz onun pulundan İrana, daviyə, dərmana, çörəyə, una, bunlara verəcəyik. Bu qədər. İkinci yer ehtimalən əgər Güney Azərbaycan və Türkiyə əl-ələ versələr və NATO-nu məcbur eləyə bilsələr, NATO onda Azərbaycanı da yenə İrandan bölməli olacaqdır və Azərbaycanı da İrandan bölməli olacaq və orada bir şey yeri qoyacaq, uçuş qapanı olacaqdır, uçuşa qapanıq olacaqdır. Yəni İran dövləti orada çox bir ciddi bir iş görə bilməyəcəkdir. Üçüncü yerdə Kürdistan ola bilər. Amma fikir edirəm ki, Türkiyə heç vaxt müvafiqət eləməyəcəkdir. Əraq da müvafiqət eləməz. Məncə o da orada olmaz. Bu 3 dənə senaryo ola bilər. Hər halda umaram ki, bizim Güney Azərbaycanlılarımız ayıq olsunlar və gözləri açıq olsun, bilsinlər ki, biz İran yolunda ölməməliyik. Uşaqlarımız, sərbazlarımız İran yolunda savaşmamalıdırlar.
Hangi məmləkət olur olsun, heç kəsinlə İran üçün savaşmamalıdır. Bizim uşaqlarımız, bizim bacılarımız, qardaşlarımız, bizim dədələrimiz, böyüklərimiz ki, ordudadırlar, yoxsa silah paslarındadılar, bəsidələr, hər yerdədirlər. Onlar ya silahlarını götürüb Azərbaycan cibhəsinə gəlib, Azərbaycanın istiqlalı üçün savaşmalıdırlar, ya da ki, əslən İran ordusundan qaçmalıdırlar. Bundan izafə bir yolumuz yoxdur. Sağ olun dostlar. 1-2-3 dəqiqədən sonra Oğuz bəyin proqramında Güney Azərbaycandan baxış proqramında sizinlə bərabər olacağam. Sağ olun, var olun, görüşmək üzrə.